Sabahınız xeyir demək təkcə səhər mesajı deyil, eyni zamanda da sizinlə görüşmək üçün əla fürsətdir. Əslinə baxsam, bu günlərim mən studiyada tək olmamalıydım. Cavanşir bilmirəm niyə təşrif buyurmur. Yəqin ki, yatıb qalıb, gözləyirik Cavanşirin gəlməyini. Hər şənbə verişini izləyirsiniz. Bu günlərin biz sağlamlıqdan danışacağıq. Cavanşirsiz buralar çox pis görsənir. Axır ki, özümü çatdırdım. Adi şənbə günü olsa da, hər şənbə qeyri-adili ilə seçilir. Hər vaxtınız xeyir. Mən gördüyünüz kimi velosipedlə gəldim. Çünki bu nəqliyyat vasitəsini yeni almışam və onu sınaqdan keçirmək qərarını aldım. Düşünürəm, ən gözəl vasitə, hətta tıxaclardan yayınmaq üçün ən gözəl vasitə elə velosipedin özüdür. Aha. Hər zaman səni ağıllı əməkdaş kimi adlandırırdım. İndi buna bir daha şahid oldum. Çünki velosiped həyatımızda önəm verilən sahələrdən biri olmalıdır. Ən azından ona görə ki, həm yüngül nəqliyyat vasitəsidir, həm əlavə yanacaq tələb eləmir. Həm də ki, nəzərə alsaq ki, Azərbaycan xüsusilə də Gəncə günü-gündən inkişafa doğru irəliyir. Yəni, Gəncədə tıxac olma təhlükəsi var və müşahidə olunur. Bu velosiped sizin mənzil başına çatmanıza əla fürsət ola bilər. Əlbəttə. Özdə nəzərə alsaq, baxmayaraq ki, Gəncədə hal-hazırda abadlıq quruculuq işləri gedir, yollar genişləndirilir. Amma nəzərə alaq ki, Gəncədə 300-400 min əhali yaşayır və bunların əksəriyyəti təsəvvür edin, avtomobil sürsə şəhərdə vəziyyət necə yaranır? Təbii ki, çoxlu tıxaclar və dar tıxaclar yarana bilər. Bundan yayınmaq üçün ən gözəl vasitə təbii ki, velosipeddir. Həm də Salihənin də qeyd etdiyi kimi sağlamlıqdır. Həm də ki, ekoloji ziyanı yoxdur. Yanacaq sərf eləmir. Ən əsası buna toxunmaq lazımdır. Bu günlərim dünyanın istənilən ölkəsinə getsən, səfər etsən, istər turist kimi, istərsə də tarixi mədəni abidələri ilə tanış olmaq üçün yolunuz düşsə, görə bilərsiniz ki, uşağından böyüyünəcən hər kəs demək olar ki, nəqliyyat vasitəsi kimi velosipeddən istifadə eləyir. Düzdür, Azərbaycanda bir o qədər inkişaf eləməyib, eləməz biz bugün bundan danışacağıq. Hər zaman adətimizə uyğun olaraq bizim mövzumuz var, mövzumuz isə, ümumiyyətlə, velosiped sürmək ənənəsini necə yaratmaq olar? Bax, bu barədə müzakirələr aparacağıq. Sizin bununla bağlı hansı maraqlı təklifiniz var? Zəng vurun, öz fikrinizi bildirin və biz qonaqlarımızla, məsələ bu mövzuya adəti olan qonaqlarımızla müzakirə edib qalibi təyin edəcəyik. Bizim mücrümüz var, mücrümüzün içindəki hər zaman olaraq, mövzumuza uyğun olaraq əşyamız var. Bu günlərin bizim studiyamızda velosiped görürsünüz. Bu günlərin biz velosipedin aşılanması qaydasından söhbət açırıq, sağlamlıqdan danışırıq. Sizcə bizim mücrümüzün içindəki əşya nədir? Təxmin eləyin və Elegans restoranının təqdim elədiyi 2 nəfərlik şam yeməyi üçün kuponu əldə edin. O ki, qaldı mövzumuza daha aktual olsanız nə qazanacaqsınız? Mövzumuza əgər qoşulsaz və ya maraqlı fikir səsləndirsəz, Qala Kosmetik dükanından maraqlı bir hədiyyə qazanacaqsınız. Amma biz bir qədər açıqlasaq, məncə düşünürəm mücrünü. Necə olar səncə? Bu əşya velosipedə belə deyək də aiddir. Yəni, mən tam açıqlamıram. İrəliyən dəqiqələrdə əgər zəng vuran olmasa, tapan olmasa, mən onu bir qədər də açıqlayacağam. Amma siz təxmin edin, sizcə o nədir? Bax, məhz bu boyda kutunun içinə velosipedin hansı avadanlığı, hansı texniki avadanlığı sığa bilər? Bəli, hər şənbə verişinə baxırsınız, geyimimizə görə Şarm Qadın Mağazası dükanına, daha doğrusu öz geyimimə görə minnətdarlığımı bildirirəm. Kollektivi çox xoşməramlı xanımlardır, getməyə, görməyə və seçim eləməyə dəyər. Bir o qədər də ən əsas odur ki, vaxt itirməyəsiniz. Çünki çeşidlər çoxdur və biri-birindən gözəldir. Sizə xanımlar böyük məmnuniyyətlə yardımcı olacaqlar. Mənim geyimim isə təbii ki, Topidada yerləşən Totu. Çox maraqlı da adı var, şirin də adı var, Totu. Yəni, istər idman olsun, istər klassik olsun, istərsə də avangard, həmin mağazadan tapa bilər bəylərimiz. Hər növ, yəni mən çox nadir hallarda mən bəyənirəm hansısa bir kişi geyimlərini və orada mən istədiyim paltarı əldə edirəm və doğrudan hamısını da bəyənirəm. Bəli. Deyir, sağlamlıq yaxşıdır, lakin çalışmaq lazımdır ki, yəni həkimlər tutaq ki, siz həkimə gedirsiniz, müraciət eləyirsiniz, tutaq ki, belə bir xəstəlik var, asma xəstəliyidir. Həmin xəstəliyin nümayəndələrinə, yəni bir o qədər özlərini gücə salmalarına icazə vermirlər də, belə deyək. Yəni, onlar üzgüçülükdən üzə bilməzlər, ümumiyyətlə, hansı ki, idmanın müxtəlif sahələrindən istifadə edə bilməzlər. Deyir, həkimə müraciət et, lakin deyir, bir o qədər dediklərinə də qulaq asma, hansı ki, qanunlar elə bəzən onları pozmaq üçündür. Bu günlərin biz sağlamlıqdan danışırıq, sağlamlığı yaradan səbəblərdən danışırıq, sağlamlığı necə öz həyatımıza inkişaf elətdirə bilərik, bu sayədən danışırıq. Çox maraqlı qonaqlarımız olacaq, bir-birindən maraqlı qonaqlarımız olacaq. İndi mən də bir söz demək istəyirəm.
Deməli, əgər sən həkimə getsən, sağlamlıqdan danışsan da sən. Bəli. Həkimə gedirsən, həkim sənə məhdud tutalım ki, nəbzini yoxdur və diaqnoz qoyursa, sənin ürək-damar sistemində problemlər var. Sən velosiped sürsən daha yaxşı olur. Doğrudan da velosiped ürək-damar sisteminə müsbət təsir göstərir, həm də kalorini elə bir azaldır. Yəni mən bildiyimə görə gün ərzində yarım saat və yaxud da bir qədər artıq velosiped sürən 11 kiloqram çəki ata bilər. Aha. Bu günlərim günümüzdə ümumiyyətlə dünyamızda 1 milyarddan artıq velosiped var. Çox maraqlı məlumatdır bu. Maraqlı statistikadır. Deyir ki, əvvəllər kütləvi əşya kimi ilk öncə tikiş maşını daha çox məşhur olub. Ondan sonra isə ən məşhurluq qazanan alətlərdən biri velosiped olubdur. Deməli, ilk dəfə məlum deyil ki, yəni velosipedin tarixi ilə bağlı ilk velosiped necə yaranıb, kim sürübdür? Ümumiyyətlə, belə bir şayələr mövcuddur. Deyirlər ki, Leonardo da Vinci'nin şagirdinə məxsus olub ilk velosiped. Yəni, əlbəttə ki, bu da bir fərziyyədir. Yəni, Da Vinci'nin əsərlərində də görmək olur, onun rəsm əsərlərində. Bir də ki, belə bir deyim var. Deyir, o vaxtlar əsasən atlara qoşulan qoşqu arabalarından daha çox istifadə olunurdu. Günlərin bir günü vulkan baş verib və nəticədə bu vulkan atların, ümumiyyətlə heyvanların tələf olması ilə nəticələnib. Velosiped ittibatdır həmin vaxt. Yox, arabalar olub və qərara alıblar ki, artıq o, yəni 4 təkərli velosiped formasında belə bir alət düzəldiblər. Daha sonra isə insanların əzələ qüvvəsinə inam artıb və nəzərə alınıb ki, 2 təkərli velosipeddən istifadə olunsun. Çox maraqlıdır Cavanşir. Bax, adətən az yaşlı uşaqlar 2 təkərli velosipedi sürə bilmirlər. Fikir vermirsən də, arxaya 2 təkər əlavə qoşqu da istifadə edirlər. Mən üzr istəyirəm, yəni uşaq vaxtı mən də elə velosiped sürmüşəm. Bəli, çox maraqlı məqamdır. Elə Vüsalə uşaqlardan danışmışkən, mən bir söz deyim. Siz ola bilər velosiped fikirləşə bilərsiniz ki, əgər mən velosiped sürsəm və qıraqda mənə deyəcək, uşaqsan velosiped sürürsən, onu deyə bilərlər. Amma əgər siz digərlərinin fikri ilə oturub durursunuzsa, yəni onda həqiqətən də elə qalsa yaxşıdır, amma düşünürəm ki, hər öz fikri olsa daha yaxşıdır və bununla da siz öz istəyinizə nail ola bilərsiniz. Qarşınıza məqsəd qoysanız nail ola bilərsiniz. Bəli, bu gündən Hərşənbədən danışırıq. Biz çalışırıq ki, günün və saatın istənilən anından asılı olmayaraq insanlarda müsbət stimul yaradaq. Cavanşir deyir, günlərin bir günü bir nəfər gənc gəlir, yəni öz şəhərindən qeyri-ixtiyari bir şəhərə, gəlir onun qarşısına bir dənə qoca çıxır. Gəlir, deyir ki, salam deyir, ağsaqqal, mən deyir, burada yeniyəm. Ümumiyyətlə, buranın əhalisi, buranın cəmaatı necə insanlardır? O da qayıdır, deyir ki, sənin əvvəllər yaşadığın yerdə insanlar necə olub? Deyir, mən yaşadığım yerdə insanlar belə də çox pis, insanlarla münasibət qurmaq istəməyən, yəni sevmədiyim insanlar olub. Qoca qayıdır, deyir ki, hə, bax, buradakı insanlar da belədir. Nəsə, gənc öz yoluna gedir, üstündən bir müddət sonra növbəti bir gənc gəlir. Gəlir, deyir ki, salam əleykum, mən deyir, bu şəhərdə yeniyəm. Ümumiyyətlə, buranın hava-havası necədir? Mən istəyirəm ki, özümü burada gəldiyi kimi hiss eləməyəm. Qoca qayıdır, deyir ki, sənin deyir, gəldiyin yerdə deyir, insanlar necə idi? Deyir, çox gözəl, çox səxavətli, bir-birindən ünsiyyət qurmağı sevən insanlar olur. Deyir, bax, buranın da insanları belədir, çox mərhəmətli insanları var. Qıraqdan bu söhbəti eşidən bir nəfər qayıdır, deyir ki, necə olur, ağsaqqal, sən birinə belə bir söz deyirsən, birinə də belə bir söz deyirsən. Qoca qayıdır, deyir ki, dünyanın istənilən ölkəsinə gedirsən, get, lap belə kosmosa get, deyir. İnsan, deyir, həyatı necə görürsə, ətrafı necə görürsə, həyat da onun üçün məhz o cürdür. İndi biz də çalışırıq ki, bu günlərin Hərşənbə vasitəsilə sizdə müsbət ab-hava yaradaq, qonaqlarımız vasitəsilə də buna nail olacaq. Aha. Artıq Vüsalənin bu geniş danışığından sonra bizim deyəsən telefon bağlantımız var. Alo. Alo. Salam. Salam. Sabahınız xeyir. Hər vaxtınız xeyir. Mən mövzuyla əlaqədar zəng eləmişdim. Coşqun mənim. Buyurun. Məncə bu ənənəni artırmaq üçün marafon yarışları keçirmək lazımdır şəhərdə. Şəhərdə tez-tez marafon yürüyüşləri keçirmək lazımdır. Velosipedlə əlaqədar yarışlar da keçirmək lazım ki, cəmaət baxsın. Siz özünüz velosiped sürürsünüz? Yox, mənim o yaşım deyil, yaşım keçib. Ümumiyyətlə, sürmüsünüzmü? Uşaq vaxtı belə olubdur. Coşqun bəy, bax siz qeyd edirsiniz ki, mənim o yaşım deyil. Lakin Avropaya nəzər salsaq, biz görərik ki, yəni yaşından asılı olmayaraq hər kəs velosipedə üz tutur. Yəni bizdə niyə belə bir tendensiya formalaşıb ki, sanki yeniyetmə olduğun bir müddətdə sən velosiped sürməlisən. Yəni nəyi pisdir ki bunun? Həm yanacaq tələb eləmir, həm tıxaca düşməmək ehtimalınız var. Həm də yəni daha dar yollarla gedə bilərsiniz. Həm də ki sağlamlıqdır. Bax niyə siz qeyd edirsiniz ki, mənim o yaşım deyil? Sizcə siz velosiped sürsəz cəmiyyətin qınağına mı səbəb ola bilərsiniz? İndi hə.
Ancaq o marafonca keçirilsə, hamı sürsə, yəqin ki, hamı baxar ki, yaş fərqi yoxdur. Burada yenə də ictimai qınaq söhbəti çıxdı ortaya. Aydındır, maraqlı fikirdir məncə. Bəs mücrümüz barədə nə deyə bilərsiniz? Mücrüdə mənim fikrimdə zəngdir, velosiped zəngi. Velosiped zəngidir. Velosiped zəngi. Bax, mövzumuzla əlaqəli də çox gözəl fikir səsləndirdiniz. Ümid eləyirik ki, qalib siz olacaqsınız və Allah eləməsin, bu siz qeyd elədiyiniz marafon yarışı Amerikanın Boston ştatındakı baş tutan marafon yarışı kimi olsun. Ümid eləyirəm ki, tamamilə fərqlənəcək. O ki, qaldı mücrümüzün içinə. Siz çox düzgün təxmin elədiniz. Bax, bizim ilk tamaşaçımızsınız və çox sevindirici haldır ki, siz müasir zəngilərdəndir. Qalib gəldiniz. Səsləndirərdin Cavanşir. Xüsusi olaraq Coşqun bəy. Bəli, Coşqun bəy, minnətdarım. Mən axı dedim əziz tamaşaçılar, tez zəng vurun və tapın əşyanı. Çünki çox asan bir Bəli, bax, belə deyək, avtomobildə nə olur? Yəni, sükanda siqnal olur. Yəni, hər şeydə adicə götürək evin, mənzilin qapısını, orada belə zəngi olur. Niyə velosipeddə olmasın? Bax, elə bu məqsədlə də biz nəzərə almışdıq ki, zəng qoyaq, vaxtımızı çox itirməyək. Çünki qonaqlarımız artıq studiyamıza təşrif buyurmaq üçün tələsirlər. Velosiped sürməkdən çox danışırıq, velosipeddən çox danışırıq. İndi gəlin qonaqlarla bir yerdə bunu müzakirə eləyək, ümumiyyətlə görək, həqiqətən də velosiped sürmək ənənəsini necə yaratmaq olar? Qonaqlarla bu barədə danışırıq. Keçək qonaqlarla bağlı qısa təqdimata. Azərbaycanda velosiped yolları üçün lazımi infrastrukturun qurulmasına, o cümlədən ekoloji nəqliyyat vasitələrinə olan diqqətin artırılmasına nail olmaq üçün Yaşıl Velosipedçilər Klubu yaradılıb. Adından da bilinir ki, onlar mütəmadi olaraq ətraf mühitin qorunmasına yönələn fəaliyyətləri ilə ölkədə ekoloji maarifləndirici tədbirlər keçirir. Təbiətin dostları olan Yaşıl Velosipedçilər Klubu dövlət qurumları, qeyri-hökumət təşkilatları, media və biznes strukturlarının nümayəndələri, həmçinin tələbələrin fəal iştirakı ilə cəmiyyətdə ekoloji nəqliyyat vasitələrinə həvəs yaratmaq və bununla insanları ətraf mühitə qarşı daha məsuliyyətli yanaşmağa çağırmaqdır. 2008-ci ilin sentyabr ayında bir qrup gənc tərəfindən klub ilk olaraq Yaşıl Velosipedçilər Klubu kimi fəaliyyətə başlasa da, yaşıllar artıq fəaliyyətlərinin daha geniş sahəni əhatə etdiyini nəzərə alaraq, növbəti mərhələni Təbiət Dostları adı altında davam etməyə qərar aldılar. Belə ki, üzvlərin səs çoxluğu ilə təşkilatın adı Təbiət Dostları adlandırıldı. Azərbaycanda alternativ enerji mənbələrinin inkişaf etdirilməsinə, hətta lazım olan avadanlıqların ölkədə hazırlanmasına və geniş tətbiqinə nail olmaq üçün klub səylər göstərir. Bəs Təbiət Dostlarının üzvləri kimlərdir? Onları daha yaxından tanımaq üçün studiyaya keçid alaq. Hərşənbə verişini izləyirsiniz. Bu günlərin biz sağlamlıqdan danışırıq, sağlamlığa aparan yoldan danışırıq. Artıq sujetdə də qonaqlarımızla bağlı az da olsa məlumata sahib oldunuz. İndi bu günlərin onları daha yaxın tanımağınız üçün studiyamıza dəvət etmişik. Xoş gəlmişsiniz. Hər birinizi salamlayırıq. Bax, belə bir sual ünvanlamaq istəyirəm. Velosiped sizin həyatınızda hansı önəmi kəsb edir? Ümumiyyətlə, biz, belə deyim, Təbiət Dostları klubu Gəncədə ekoloji maarifləndirməni aparmaq üçün ilk olaraq 2008-ci ildə yarandı və bir sıra təşəbbüskar gənc tərəfindən yarandı və sonradan klub gördük ki, belə deyim, Yaşıl Velosipedçilər Klubu adı altında fəaliyyət göstərdi və gördük ki, velosiped tək idmanı təbliğ eləyir. Yəni, velosiped həm də ekoloji nəqliyyat növüdür. Ona görə əhatələri geniş olduğu üçün 2010-cu ildə artıq adı rəsmiləşərək, dəyişərək Təbiət Dostları oldu. Və onu deyim ki, velosiped bizim həyatımızda demək olar ki, böyük rol oynayır. Çünki 2010-cu ildən bəri, 2008-ci ildən daha doğrusu bəri biz velosipedlə yaşayırıq. Nə mənada yaşayırıq? İş, universitet, hətta belə deyim, görüşlərə belə velosipedlə gedib gəlirik. Məncə maraqlıdır elə. Bəli, velosipedlə ümumiyyətlə nəinki şəhər içi, hətta şəhərlər arası turlarımızda olub ki, ən uzaq getdiyimiz yol Gəncə Mingəçevir turu olub.